Bəli, Tərlan müəllim, Azərbaycan ordusu, Azərbaycan əsgərləri, Azərbaycan döyüşçüləri çox möhtəşəm biz bir döyüşdən danışırıq, möhtəşəm bir müharibədən danışırıq ki, alın-açıq çıxdılar onlar. Amma Azərbaycan ordusu yenilənməkdə, ən müasir silahları almaqda yəni davam edir. Dayanmır, yenilənir, texniki təchizatını daha da artırır, müasirləşir. Hər halda ölkənin, dövlətin təhlükəsizliyi baxımından bu çox önəmlidir. Yəni müasir dünyanın ümumiyyətlə o çağırışları, müasir dünyanın tələbləri belədir ki, öz ərazini, öz dövlətini qorumaq üçün mütləq şəkildə ordunu güclü eləməlisən. Ordun güclüdürsə, bəli, ordun varsa yurdun var. Hə, o aksiyomadır, təsadüfi deyil. Ən müasir məsələn silahlar hal-hazırda nələri var Azərbaycanın? Nələri indi olan göz önündə olanları görürük. Gətirib çıxardı. Məsələ birisi başqa şeydədir, Rətro xanım. Məsələ ondadır ki, 2016-cı ilin 4 günlük aprel savaşlarını götürək. Onda elə bir ki, qarşı tərəf biraz şoka düşdü. Həm də dünya ictimaiyyətində də belə bir şey ki, bu Azərbaycan ordusudur və Azərbaycan ordusu hələ orada ərsinalının çox kiçik bir hissəsini nümayiş elətdirdi və düşmənə bildirdi ki, mən yəni istəsəm başqa şey də eləyə bilirəm, ancaq gəl sülhlə bu yolla həll eləyək. Təəssüf ki, erməni tərəfi növbəti oyunbazlığa əl atdı, heliyə əl atdı, hakimiyyət dəyişikliyə getdi ki, vaxtı bir qədər uzasın və gəl bu vaxt yetişəndə, zaman geçəndə 20-ci ildə Azərbaycan ordusu artıq tam şəkildə bütün silahlı qüvvələrinlə yumruq kimi ortaya iradə qoydu və öz arsenalından bir yerdə, həm də onlarla bilirsiniz, bugün Səudiyyə Ərəbistanının bəlkə də bizdən də müasir silahları, daha çox milyardlı silahları var, amma onu kullanan qol lazımdır Türk demişkən. Bəli. O biraz hər ölkədə qaydadan da əlavə o sənin içərisində olan o eşq olmalıdır. Bəli. Vətən eşqi olmalıdır. Biz də onu bu bizim əsgərlərimizin simasında gördük. Biz bunu gördük ki, yalnız tək silah, sursat, texnologiya deyil və onları yiyələnmək olar. Bəli. Amma onu kullanan, onu içəri, o silahın təhdini çəkən barmaq yoxdursa, deməli qələbədən, amma bu şükürlər olsun ki, bunun hamısı bizdə vardı və ümumiyyətlə, Vətira xanım, mən sizə dəfələrlə demişəm, həmkarlarınıza da, ümumiyyətlə müharibəni, özdə vətən müharibəsini xalq aparır, tək orada aparmır. Bəli. Biz təəssüf ki, 1-ci Qarabağ savaşında bilirsiniz, mən iştirakçı olmuşam, siz həmin zonalarda olmuşsunuz, bilirsiniz. Çox təəssüflər olsun ki, biz bunu edə bilmədik. Yalnız biz onu ötürdük ki, aidiyyatlı orqanlar var, aidiyyatlı qurumlar var, onu mənə nə dəxli var, mən ölçüm. Amma burada isə bütün Azərbaycan xalqının zümrələri hamısı onu öz işi hesab elədi. Siz jurnalistlər gecə-gündüz durmurdunuz. Yəni, bizdə də nədənsə, necəsə kömək edirdi. Amma ordumuz bildi ki, bunun arxasında xalq var, bütün dövlət var və Ali Başkomandan gecə və gündüz daima bu işlərə nəzarət eləyir. Bütün zəiflikləri aradan qaldırmasına göstərişlər verir və hər bir təminatı eləyir. Bildiniz? Bax, ona görə də bax, belə möhtəşəm qələbə əldə olundu. Qaldın ki, təminat məsələsi və o dövrdə də mən bunu demişəm, hamı düşünürdü ki, əgər qələbə varsa 20-ci ilin 8 noyabrından sonra, 10 noyabrından sonra yəqin ki, artıq Azərbaycan ordusunda müəyyən qədər ixtisar olacaq, müəyyən qədər bunu baş vermədi, əksinə baş verdi. Əksinə biz xüsusi təyinatların fonunda biz komandos qüvvələrinin yaradılmasına başladıq. Daha müasir silahların, daha uzan vuran toplar. Niyə görə? Bu da gəldi özünü, məlum 23-cü ildə göstərdi ki, sən demə, bax bu gün üçün bu lazımmış. Təbii ki, bugün də bu islahatlar gedir. Bizim ordumuz daha peşəkar formaya keçir. Yəni say etibarından kəmiyyət, keyfiyyət etibarına keçir və bildiyiniz kimi texnologiya inkişaf edir. Hər gün, hər an bir risklə sizin məşğul olduğunuz sahədə hər gün dəyişdiyi kimi orada da dəyişir və bugün tutalım 3 il bundan qabaq ki biz Rusiya-Ukrayna müharibəsi ilə bugünkü müqayisə elədik. Yerdən göyə qədər fərq var. Gözəl onların içində gedə-gedə nə qədər texnologiya var. Ona görə də mən bildiyim qədər bunlar hamısı da bizdə də tətbiq olunur, ancaq görünənlər və təqdim olunanlar, paradda göstərilənlər kifayət deməklə gəlir ki, o ki, olmayan tərəfi ya biz bilmirik, ya da ki, onu deməyə də ehtiyac yoxdur. Ancaq deyə bilərik ki, yəni heç də bizim ordumuz digər ordularda olan müasir texnologiyalardan geri qalmır və gördüyünüz kimi qardaş Pakistanda olan o uçaqların alınması, məsəl üçün 1.702 milyarda qədər olan bir deməli büdcə hesabat ki vardı, saziş ki vardı, o 4 milyarddan yuxarı qalxdı. Yəni biz aldığımız təyyarələrin sayını 2 dəfədən də çox artırdıq. Niyə görə? Ona görə ki, Pakistan və Hindistan arasında olan bir neçə günlük münaqişədə Pakistan tərəfinin uçaqları, pilotları çox yüksək peşəkarlıq göstərdi. Ona görə də biz o həmin o deməli uçaqlardan da özümüz üçün almaq üçün tədarük görülmüşdü, amma onu daha da artırdıq.